Cavab tapşırığıyla tanış olaq. Bu bölmədə oxuduğumuz hansı mətndə möcüzəli hadisəyə rast gəlinmir? Aldədə əfsanəsi, Qallarımız, Odlar qızı. Aldədə əfsanəsində möcüzə var idi. Möcüzə nə idi? Aldədənin odda yanmaması, əlində quzu ilə təndirin içinə daxil olur. Quzu pişmiş halda çıxır, ancaq Aldədə heç bir yanıq baş vermir. Sonra Aldədə əlindəki çubuqları ölkənin ən ucqar nöqtələrinə atması belə, yəni möcüzədə elə bir şey ola bilməz. Odlar qızının da əlində qılıncla alova çevrilməsi və düşməni məhv eləməsi, bu da möcüzəli bir sayılır. Amma Qallarımız informativ mətn idi. Gəlin baxaq rəvayət. Rəvayətdə hər hansı tarixi yer, şəxsiyyətin adı çəkilir. Əfsanədən fərqli olaraq burada möcüzəli əhvalatlar olmur. Yəni orada tarixi şəxsiyyət yer olur. Ancaq möcüzəli əhvalatlar baş vermir. Rəvayətlərdə çox zaman deyilənə görə, rəvayətə görə sözləri işlədilir. B tapşırığına baxaq. B tapşırığında bizə deyir ki, mətnləri oxuyun, onlardan hansı rəvayətdir? Bir gün Əmir Teymur qoşunu ilə hərbi yürüşə çıxır. Gəlib bir şəhərin yanına düşərgə salır. Şəhər hakiminə xəbər göndərir ki, təslim olsun. Deyilənə görə şəhər hakimi müdrik imiş. Özü ilə bir hədiyyə alaraq 8 qul götürüb Teymurun hüzuruna gəlib. Keçmişdə türklər hədiyyə aparanda hər şeydən 9 ədəd verərlərmiş. Ona görə də Teymur təəccüblə soruşur. Niyə 8 qul gətirmişsən? Şəhər hakimi cavab verir. 9-cu mən özüməm. Bu cavab Teymurun çox xoşuna gəlir. O şəhərə toxunmayıb yoluna davam edir. Baxın, elə rəvayət olması burada birincinin görünür. Çünki deyilənə görə işlədilibdir. Rəvayət bir rəvayətdir. 2-yə baxaq, biri 2 nədir? 1402-ci ildə Ankara yaxınında Osmanlı Sultanı ilə Əmir Teymur arasında döyüş olmuş. Döyüşdən əvvəl Əmir Teymur Sultana məktub yazıb təslim olmağını tələb edir. Sultan isə ona rədd cavab verir. Onlar razılığa gələ bilmir. Ağır döyüş başlayır. Əmir Teymurun ordusu sayca çoxalır. Buna görə də Sultan davam gətirə bilmir. O geri çəkilməyə məcbur olur. Beləcə Ankara döyüşü Əmir Teymurun qələbəsi ilə başa çatır. Bu isə informativ mətindir. Mətin. Yaxşı, bununla bunu fərqləndirən nədir? Rəvayət olmasını biz hardan bilirik? Deyilənə görə sözü işlənibdir. İfadəsi işlənib. Keçək qeyd götürməklə brilyant qaşlı üzük mətni dinləyin. Bu mətnin rəvayət olduğunu əsaslandırın. Brilyant qaşlı üzük. Deyilənə görə, baxın, əgər cümləyə deyilənə görə başlayırsa, buradan rəvayət olduğu bilinir. Bir gün Hacı Zeynalabdin könlünə balıq ləvəngisi düşür. Şəxsiyyət olaraq tarixi şəxsiyyət olaraq biz demişdik ki, tarixi şəxsiyyətlərin adı çəkilir. Hacı Zeynalabdin. Könlünə balıq ləvəngisi düşür. Aşpazın bazara göndərir ki, balıq alsın. Aşpaz bir ərazdan əli boş qayıdır. Deyir ki, bazarda bir dənə də olsun, təzə balıq yoxdur. Hacı özü bazara gedib bunun səbəbini öyrənir. Balıqçılardan biri deyir, dənizdə bir neçə gün külək oldu. Balıqçılar ova çıxmadılar. İndi də balığın qiyməti elə qaldırıblar ki, gətirib satmaq sərf eləmir. Ertəsi gün Hacı Zeynalabdin faytona minib dəniz qırağına gedir. Balıqçılardan təzə tutulmuş balıq alır. Barmağında çox bahalı bir brilyant üzüyünü çıxarıb balığın ağzına atır. Balıq üzüyü udan kimi onu suya buraxır. Bir söz demədən evə qayıdır. Bu xəbər bütün balıqçılara yayılır. Balıqçılar qarnında brilyant üzük gəzdirən balığın axtarışına çıxırlar. 2 gün sonra Bakı bazarında, harada yer məkan olaraq haradadır? Bakı bazarı.
Bakı bazarlarında balıq əlindən tərpənmək olmur. Balığın qiyməti elə ucuzlaşır ki, ən kasıb adamlar belə balıq ala bilirlər. Deməli, biz bu mətnin rəvayət olduğunu hardan bildik? Deyilənə görə ifadəsi işlənib. Tarixi şəxsiyyətlərdən Hacı Zeynalabdinin adı çəkilir. Yer məkan olaraq da Bakı bazarı. Bizə də burada qeyd eləmişdi. Tarixi yer olmalıdır. Şəxsiyyətin adı çəkilməlidir. Deyilənə görə, rəvayətə görə sözləri işlənməlidir. Möcüzəlidə heç bir şey baş verməməlidir. Dinlədiyimiz az öncəki mətndə deyir ki, hansı cümlədə brilyant qaşlı üzük mətninin mövzusu əks olunur? Mətndə Hacı Zeynalabdin brilyant üzüyünün itməsindən daşı itmir. Özü balığın qarnına atır. Mətndə Hacı Zeynalabdin xoşladığı yeməkdən bəhs olunur. Yəni, xoşladığı yemək yox, sadəcə balıq həmin gün könlünə düşür, ancaq balıq tapılmır. Mətndə başda mövzu olaraq var, ancaq ki, bizə deyir ki, tam olaraq bizdən nə istəyir? Yəni, burada söhbət təkcə yeməkdən söhbət getmirdi ki, orada əslində o üzüyə atmaqla tək o varlı imkanlı adam idi. İstəsəydi balığı belə hardansa olsa tapardı, gətirərdi və ya hansı balıqçıdan alardı da. Ancaq o üzü elə atır ki, çox dünya görüşlü adam imiş də. Atır ki, bütün hamı getsin o balığı axtarsın, çoxlu balıq tutsun. Bunun nəticəsində də çoxlu balıq bazarda olsun. Mətndə Bakıda balıqçılıq peşəsinin inkişafı haqqında da inkişafından danışmır. Burada olacaq. Mətndə Hacı Zeynalabdinin müdrik, xeyirxah olması barəsində danışılır. Ümumiyyətlə, Hacı Zeynalabdin tarixi şəxsiyyətlərdən biridir və xeyriyyətçi olaraq tanınır. Brilyant qaşlı üzük mətninə bağlı məlumat yaz. Mətndə adlı çəkilən şəxsiyyət kimdir? Hadisənin baş verdiyi yer hardadır? Mətndə əks olunan əsas hadisə. Tarixi şəxsiyyətimiz Hacı Zeynalabdin idi. Tarixi yer Bakı bazarı idi. Mətndə əks olunan əsas hadisə. Deməli, Hacı Zeynalabdin balıq istəyir, lakin balıq bazarda tapılmır. O da bir balığı qarnına öz brilyant üzüyünə atır. Bütün balıqçılar o balığı axtarır. Bunun nəticəsində bazarda balıq çoxalır və qiyməti o qədər ucuzlaşır ki, ən kasıb adamlar belə balıq alıb yeyə bilir. Deyir ki, brilyant qaşlı üzük mətninin rəvayət olmasına əsaslanır. Rəvayət olmasını biz hardan bilirdik? Bir deyilənə görə ifadəsi, bir tarixi şəxsiyyət və yerin adı çəkilməsi, bir də möcüzəli əhvalatlar olunur. Rəvayət çünki tarixi yer deyilənə görə verilibdir əsas məsələ. Tarixi yer və şəxsiyyətin adı çəkilir. Rəvayətdir çünki möcüzəli əhvalat olmur. Yəni əsas bunu əfsanədən fərqləndirən məqam möcüzəli əhvalatların baş verməməsidir.